artmasıdır. Digər tərəfdən də piylənmə, qarın bölgəsi, xüsusən də nahiyəsində piylənmənin artması və yaxud da başqa tip, yəni qarın bölgəsi tipi olmayan kökəlmə olan şəxslərdə isə, yəni ayaq hissəsində, qol hissəsində və yaxud da orqanizmin müxtəlif bölgələrində yağlanmaya səbəb ola bilər. Amma ən çox narahat olduğumuz yağlanma tipi də qarın bölgəsinə yığılan yağlanmadır ki, bu da həmçinin şəkərli diabet xəstəliyi və bir çox metabolik problemə gətirib çıxara bilər. Digər tərəfdən də aparılan müşahidələr göstərir ki, məsələn, ən çox da yük maşını sürən şəxslərdə prostat karsinomu, yəni prostat xərçəngi görülür. Bu isə onunla əlaqələndirilir ki, yerli olaraq həmin insan oturduğu müddətdə o oturduğu nahiyədə qan dövranı bir yerdən sonra zəifləməyə başlayır və bu qan dövranının zəifləməsi həmçinin aşağı nahiyələrdəki, çanaq boşluğundakı orqanların da qanlanmasının pozulmasıdır.